Aslında bu gözəl bir hobbidir. Bu hobbi ilə məşğul olmağa dövlətdə, qanunda heç bir qadağa yoxdur və insanlar bunu doğrudan da bir hobbi kimi qəbul etməlidir. Birincisi sizin avadanlığınız olmalıdır. İkincisi də ki, gəzdiyiniz yerə bilməlisiniz ki, hara gəlmisiniz. Yaşayış yerin təxmini heç olmasa təyin edə bilməlisiniz. Hansısa bir tarlada saxsı qabları görmək o deməkdir ki, orada qızıl küpləri var. Ən əsas etik qaydalardan biri odur ki, tarixi abidələrdə və dövlətin qoruduğu, doğrudan da bizim tariximiz üçün əhəmiyyət daşıyan yerlərdə çox müğayət olaq o yerlərdən. Ən maraqlı yerlərdən gəzməkdən dəniz sahilindən başqa, plajlardan başqa. Əsas yerlərdən qədimi yolların qıraqlarıdır, haradakı karvanlar keçib. Qədimi yaşayış yerləridir ki, haradakı atılıb